Azərbaycan Prezidenti İlham Əliyev avqustun 17-sində Balakənə səfəri çərçivəsində Katex kəndində inşa olunan soyuducu anbar kompleksinin açılışında iştirak etdi. Dövlətimizin başçısı Katex soyuducu anbar kompleksinin texniki və texnoloji xarakteristikasının sxemini, kənd təsərrüfatı məhsullarının saxlanılmasının səmərəliliyini, rayonda illər üzrə meyvə və tərəvəz istehsalının dinamikasını əks etdirən stendlərə baxdı. Diqqətə çatdırıldı ki, kompleksin inşasına 2011-ci ilin sentyabrında başlanıb. Sahəsi 1,36 hektar olan kompleksə 12 soyuducu kamera və inzibati bina daxildir. Burada hər birinin tutumu 1417 kubmetr olan 12 saxlama kamerası var. Soyuducu kompleksin ümumi tutumu isə 17.000 kubmetr və ya 4,5 tondur. Bildirildi ki, Katex kəndində 50 hektar sahədə kompleksə məxsus meyvə bağları da salınıb. Həmin bağlardan tədarük edilən meyvə soyuducu anbar kompleksində saxlanacaq. Yeni soyuducu anbar kompleksində ilkin olaraq 103 nəfər işlə təmin ediləcək. Gələcəkdə işçilərin sayının artırılacağı da nəzərdə tutulur. Prezident İlham Əliyev soyuducu anbar kompleksini işə saldı. Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev tapşırıqlarını verdi.